Salam aleykum hər kəsə. Deməli, burada metil amin verib, N2 verib, bir də metan verib. Bunlar bir yerdə X mol. Bu birinci qaz qarışığıdır. İkinci qaz qarışığında CO2'dir, N2'dir, O2'dir. Bunlar da bir yerdə 2X-4 moldur. İndi burada yazıb ki, metil amin, azot və metan qazlarına ibarət X mol qaz qarışığı. Burada belə bir cümlə var. İlk qaz qarışığında azotun mol payı 10%'dir. Yəni X-in 10%, yəni 0,1 X molu azotdur. Bura Y yazıram, burada Z yazıram. Buradan X nəyə bərabərdir? Y plus 0,1 X plus Z. Yəni bu X bərabərdir. Y üstəgəl 0,1 X üstəgəl Z. Buradan da 0,9 X bərabərdir Y plus Z-ə. Deməli, yazıram 0,9 X bərabərdir Y plus Z-ə. Sonra burada belə bir cümlə işlədib ki, metil amin, azot və metan qazlarından ibarət X mol qaz qarışığı tamamilə yandırılır. Təbii ki, metil amin yandırılır, əmələ gəlir CO2, N2, suyu nəzərə almayacağım. Çünki burada yazıb ki, suyu kondensləşdirərək ayrılırlar. Bunun qabağına 0,5 yazacağım. Bu Y moldur, onda bu Y, bu da 0,5 Y. Sonra metanı yandırıram, oradan da CO2 su alınır, suyu nəzərə almarıq. Dediyi kimi, bura Z yazaram, bu da Z olacaqdır. Və bu zaman deməli, yazıb ki, qalan qaz qarışığı, yəni metil amin, azot, metan qazlarından ibarət X mol qaz qarışığı tamamilə yandırılır. Bu zaman alınan qarışıqdan suyu kənarlaşdırırıq və qalan qaz qarışığı, yəni birinci reaksiyadan bu qazlar, buradan da bu qazlar. 5 litr 1,8 mol bir litr qatlıqlı natrium OH məhlulundan keçirilir. Təbii ki, natrium OH məhlulundan azot getməyəcək. CO2 gedəcək və burada yazıb ki, bu zaman tuşsuz alınır və natrium OH tamamilə sərf olur. Əmələ gəldi natrium hidrokarbonat. Və 5'i vururam 1,8'ə, bu eləyir deməli 9 mol. Tamamilə sərf olunur. Görə CO2 nə qədər sərf olunur? CO2 də 9 sərf olur. CO2 də deməli Y buradadır. Z də buradadır. Neçəyə bərabərdir? 9'a və həmin bu Y plus Z-i gətirib burada babamı görürsünüz. Pozuram yerinə 9 yazıram. X buradan bərabərdir 10 elədir. Artıq mən tapdım ki, X burada nəyə bərabər oldu? 10'a və burada bunu görürsünüz. Pozuram, bunu yerinə 10 yazıram. Bu 0,1 X-də 0,1 10'a vuranda 1 eləyir. Deməli, ilkin qarışıqda azot 1 moldur və ilkin qarışıq 10'dur. Mən də X-i 10 tapmışam. Gətirib burada bunu görürsünüz ikincidə. Yerinə yazıram. 2 dəfə 10'un 20, 10'dan da 20, 20'dən də 4 çıxanda 16. İkinci əmələ gələn qaz qarışığı da 16 moldur. Və 16 molun 9'u dedik nədir? Azotdur. CO2'dir. Yəni, bayaq tapdıq da, yəni onun biz CO2 nə qədər tapdıq? 9 tapdıq, düzdürmü? Demək, 16'nın 9'u nədir? Deməli, CO2'dir. Qalan 7'si azotla oksigendir. Bu da burada belə bir cümlə işlədir ki, deməli, natrium OH məhlulundan keçirilir və ikinci prosesin sonunda 2 qazdan ibarət qarışıq olur. Yəni ki, CO2 ki, getdi natrium hidroksidlə, yerdə nə qaldı? Deməli, azotla bu oksigen qaldı. Burada ikisi. Azotla oksigen qalıb. Yəni, burada azotu bilmirəm, A yazıram. Oksigeni bilmirəm, B yazıram. Orta molekülü 30'dur. 30 bərabərdir 28A plus 32B. A üstə gəl B. Buradan deməli 28A plus 32B bərabərdir 30A plus 30B. Buradan deməli 2A bərabərdir 2B. A da B-yə bərabərdir. Nə deməkdir A B-yə bərabərdir? Yəni azotla oksigen əmsalı eynidir. Molu eynidir. Yəni bu A-dırsa bu da A-dır. Ya ikisi də B-dir. Yəni tapdım ki, ikisinin də molu eynidir. A, bunlar bir yerdə 7 idi. Əgər ikisi də eyni molsa yarı və yarı. Son qarışıqda 3,5 mol azot, 3,5 mol da oksigen olduğunu biz müəyyənləşdirdik. Artıq müəyyən olundu. İndi fikir verin. Azot ilkin qarışıqda 1 mol idi. Sonra artıq bu reaksiyanın sonunda 3,5 olub.
qabaq 1 idi. İndi 3,5 oldu. Deməli 2,5 təzə azot əmələ gəlib. Azot da burada bu qədər əmələ gəlibdir. 0,5 y. Onda y də buradan bərabər neçə? 5-ə. Gətirib bu y-i görürsünüz, bax qaraladım bax burada yuxarıda. Y-i pozuram yerinə nə yazıram? 5 yazıram. Deməli 10 molun 5-i deməli metil amin, 1-i azotdursa, yerdə qalan 4-ü metandır. Bu da mənə deyir ki, burada ilkin qarşıda metanın mol payını tap, 4 onun 40%-ni təşkil edir. Yəni burada cavab 40%-dir. Ondan sonra deyir cavab fərəqində azotun kütləsinin zamandan asılı. Azot əvvəl neçə idi? 1 mol, yəni 28 qram. Düzdürmü? Sonda isə azot deməli 3,5 olub. 3,5-i də deməli 28-ə vuranda bu da eləyəcək 98. Yəni 3,5 vurulsun 28. 3,5 vur 28 eləyir 98. Yəni qrafik necə olacaqdır? 28-dən azot yüksələcək 98-ə. Bu da 29-un cavabı. İndi burada belə bir ifadə yazır ki, təbii ki, bu 9 mol natrium hidroksid yox idi. 9 mol natrium hidrokarbonatın əmələ gəlməsinə səbəb olur. O da deyir ki, əmələ gələn bu natrium hidrokarbonatın deməli 90% qabın dibinə çökür. Yəni 9 vurulsun 0,9. Yəni bu zaman 8,1-i qabın dibinə çökür. 9-dan da 8,1 çıxanda 0,9 molu bunun qalır. Aydındır. Bu da artıq biz tapdıq ki, natrium hidrokarbonatın 8,1-i çöktü. Birdən çökən duzun kütləsini soruşur. 8,1-i vururam. Natrium hidrokarbonat 84-dür. Bu da eləyir deməli 680,4 qram. Və bunun 8,1-i çöküb 0,9-u qalıbdır. Bizə nə edirik? Deyir, onu H-xlorla reaksiya aparır. Natrium hidrokarbonat üstə gəl H-xlor. Natrium xlor, CO2, bir də H2O. Deməli, təbii ki, burada bu 0,9 yazılacaqdır. Bunun natrium hidrokarbonat üzərinə bura 1 yazıram. Bu da həcm 300 ml, yəni 0,3 litrdir V. Qatılıq da A-dır. Onda maddə miqdarı 0,3 A-dır. Burada 1 yazıram. Və 0,9-a 0,3-ə böləndə A da buradan 3-ə bərabər olacaqdır.